Tanıyın uşaqlar. Alfa 777'nin O чем проблема, братилник? Salam biləm, necəsən? Salam, Qardaşlar vardı, salam. keyfin əhvalın necədir? Sağ ol çok. Zəhmət olmasa Səfər və Alfa 777 haqqında insanlarımızı maarifləndir. Kimdirlər, nəçidirlər, necədirlər? Başa düşsünlər, eşitsinlər, maariflənsinlər. En ahırıncı Praşondovka. Pidaras. Babun değil. Alfa haqqında danışın, Alfa haqqında da qob eşitsinlər. Alfa hakkında bende ki alfa kimi olub? Alfa ağzına siyim ben böyle bəyəqələ qoymadı söyüşsüyəm orada. Söymürəm ben. Burada da atış sərbəstdir mən. Yəni bu Kim atış olub? sərbəst. Kim olub? İstər alfası olsun, istər səfər olsun. Kim olub? Kim? Kimliyindən asılı olmayaraq onların ortalığa mən çıxartmışam hər ikisini. Bax, mən Wunderland, Akula 777, Boomer 777, Franklin 777, nə bilim mən hansını, hamısı 777'lərin hamısı mənlikdir. Bəli, mən çıxartmışam onları ortalığa, ikisinin də hər ikisinin də ağzına siyim. Bunu da deyirəm. Nuşlanımız, nuş. Vurmadan ha. Bəyəqələ qoymadı söyəm orada. Səfər mənə zəng edib, sən Braton deyibsən, sən Braton deyirsən, sən Bratın da ağzına soxum, sənin də ağzına soxum, bunu deyirəm. Sənə düz demişəm. Nə var onu demişəm. Götə girən qəhbə, sənin arvadva tumana ki mən almışam. Bunu deyirəm sənə. Va oku, va oku. Bu təxbilli belə var, ha oku, gəldi. Oku. Tələ geçiyor, bir tələ. Orxan. Yüklə. Orxan, bu 41 elə qoş bura. Bu 41 elə qoş bura. 41 elə girdi bura. Orxan. Orxan gəlirsən, gəl Orxan. Ölləsən. Əsəbləşməyin deyim, sikim burada qeyrətsizlərin var yoxunu, hamısının var yoxunu sikim mən. Salam ayol. Salam Nureyim. Hər vaxtınız xeyir olsun. Necəsiniz? Allah səni saxla, mən saxlayan Onu da biləm. niyə sən istəndiriblər? Sən vaxtın qaçırsan. Soxun bunların qeyrətinə, bunların namusuna, bunların kişiliyinə. Səfər mənim Hansılara ki, çörək verirsən, eşidirsən Orxan, özün də verirsən də. Mən prosto ortalıqda görsənmədim. Gezdim, gəzdim orada. Neyse çıxdım ortalığa. Bu pidarazlar var, burada pidarazlar. Hansılara ki, arvadına mənə tuman almışam. Hansı ki, qızın əyninə mən bilət o Mercedes alıp geyindirmişəm, pidarazlar. Bax, belə deyim də. Özüm yaxşı bilirsən də Orxan. Özün yaxşı bilirsən. Hı eləmə, hı eləmə. Mən sən yaxşı Neyim mən də başıma Sən mən yaxşı tanıyırsan, mən də səni yaxşı tanıyıram. Başım bırak. Ayıbın da sən başladım. Sən deyirsən ki, bilmirsən neyin nətər olduğunu. Bir məsələ var, bir ataların bir sözü var, sözünü kəsmə, gör nə deyirəm. Hər üzü öz qapısına görə tanınır. Ondaş, burada hər kəs özünə görə tanınır. Kimin kim olduğu çox gözəl bəllidir. Mən, bax, görsən ortaya çıxmamışdım da, 2 ildir ortaya çıxmıram, düzdür? 100. Çəkilib kənarda yaşayıram da özüm üçün. Allah qoyun Amma olsun. bu pidarazlar, bax, çıxıb mənim haqqımda nələr danışıblar. Kim danışır ki? Valla mən heç bilmirəm ki, kimdən gedir söhbət bizimki. Səfər Eyvazov. Səfər Eyvazov. Elə olan deyil axı. 77. O, Sənin ölənlərini görmə ant verirəm Orxan. Alfanı kim çıxardıb ortaya? Səfəri kim çıxardıb ortaya? Ha Orxan. Təbii ki, dəstəkçilərin şotuna gəlib, sən də onlardan biri olsan ki, mən varını yoxunu kim yalan deyən oğlanı mən çıxartmışam, o ikisini də ortaya. İkisi də birisi kimin başıydı. Bax, bunu deyirəm. Sən bir də sözünü bilirsən ki, mənim heç kimlə alış-verişim yoxdur, valla. Mən dəyərindən heç birini tanımıram. Sən dəstək olmuşsansa, sən daha yaxşı bilərsən də, pis, yaxşıdır. Başa düşürsən, yəni mən ümumiyyətlə, sən bir daha sözü mən burada çay hiss eləmirəm, düzün deyim. Mən elə belə keyfimi atmışam, demişəm, görmüşəm. Amma dərinliyə getməmişəm. Bir-birimizi, oku, biz bir-birimizi 4 ildir tanıyırıq. Tanıyırıq. 4 ildir bir-birimizi tanıyırıq. Mən səni yaxşı bilirəm, sən də mənə yaxşı Bizə bilirsən. xayf verir. Biz sən nə tərəfdir? Burada bu pidarazlar var ha, çıxıb özünü ortalıqda kişi sayırlar. Kim sənin qeyrətini, mən sən bir sözünü deyim, bunu da söyüş söyləmək lazım deyil. Ben sən en azından özümüzük burada, lisəniyə görə söyüş lazım deyil. Mənim yayım poligondur, bəqə sıçrayış. Talojnasıdır. Hə, bıraq desin xala olur. Mənə WhatsAppda söyüş söyləyən pidaraz və bloka atan pidaraz, qəhbə. Yəni sən çıxa bilərsən, qardaş. Başladın. Yo, mənim qorxum rəsmi şeyim yoxdur, kiminsə yanında belə bir işim yoxdur. Vallahi sən çıxa bilərsən. Mən 5 ildir bu platformadayım, mənə bir adam gəlməz artıq. WhatsAppda söylüb və mənə bloka atır. Tək səfərdən getmir. Mən dünən yox sırağa gün Hacın yayımına qoşuldum. Mən dedim ki, qardaş, olub keçib də başı bıraq. Dedim Hacı. Dedim olub keçib. Bax 100%. şey var idi. Nədə o? Muskant neydi o? Sən verdin ki, lazım deyil.
Ürək o Muskant var idi, nə idi adı onun adı? Hə. Dedim başım bırax, mən də dedim başım bırax hacı, olub keçib. Və bugünkü gün mənim çıxıb haqqımda göt danışan, istəyir alfası olsun. Alfi mən çıxartmışam ortaya, sikim var yox. Bunu yeyəndə Səfər. Kim anasının qəhbə ağzını, bax onu deyirəm. Alfi mən çıxartmışam ortaya və ondan başqa bir xanım çıxartmışam, halal xoş olsun, bunu deyirəm. O ki bagaj bomba vura. Bu gün Alfi ilə oynayıb bütün yarımçıları cırıq eləyəcəm. Yox, Alfi ilə oynayanları, Alfi ilə oynayanları ağzına soxulur. Bir də sənə söz deyim. Mən hər türlü sənin yanındayam. Amma mən düşümdə buradayam. Düş qardaş. Uğurlar hamımıza. Salam Səfər, özündən qayıtın. Mən sənə deyirəm ki, mən məsələn bir dənə xanım atmışam burada. Bir dənə xanım atmışam. 7-8 milyon, 10 milyon. Halal xoş olsun. Amin. Halal xoş olsun. O xanım məndən üzrünü də istəyib. Mən də ondan üzrünü istəmişəm ki, söymüşəm səni. O da məni söydü, üzr istəyib. Halal xoş olsun. Amma bax burada bir dənə halallıq vermirəm. Səfərə. Qəşəng. Halallıq vermirəm Alfiya. Halallıq vermirəm bəzi göt adamlar var, yayımçı var burada, oğlanlardan söhbət gedir. Qızlardan məsələn əfsanəyə heç nə atmamışam, əfsanənin halal xoş olsun. Az bir şey atmışam, amma halal xoş olsun, əfsanə müstəqildir. Mərd qızdır, dastoylu qızdır. Kim nə istəyirsə, Soliyə heç nə atmamışam, mənlik deyil. Tanımıram da, heç yaxınlığım da yoxdur. Amma əfsanə xanım var, Müseybə. Çox mərd qızdır, dastoylu qızdır. Allah canını sağ eləsin, Allah var eləsin. Və ondan başqa da bir xanım var, adını çəkmirəm indi burada. O xanımın da halalı xoş olsun. Ən haram xoş olsun Səfər Qəhbənin. Soxum onun ağzına, onun leşini götünə soxum. Alfanın onu kimi və bir 2-3 dənə başqa. Mən irgənməyəcəm, sən irgənsən mən də irgənməm. Ondan başqa da bir 2-3 dənə bir qəhbə yayımçı var. Adını da Talış qovdu, amma Talış deyil. Talış deyil. Mənim Talış, mən ümumiyyətlə Əlbaramda böyümüşəm. Əlbaramda, Talışların əhatəsində böyümüşəm. Talışlar çox mərd olur, amma onlar da Talış deyil. Adını Talış qovub, amma Talış deyil. Alfa soskoş. Alfa əlbəttə soska şeydir. Soska olmasa onlar. Səfərin arvadına alınan bir şeydə dəstəyin olub yoxsa yox? 100%. Səfərin altında sürdüyü o Porsche-yə kimi mən dəstək olmuşam. Oksigen balon qazı. Səfərin altında sürdüyü o Porsche-yə kimi mən dəstək olmuşam. Mən atmışam ona. Mən ona bir ayın içində $87,000 pul atmışam. Uy belə $87,000 bir ayın içində. Necəsən? Hami mənim dostumdur. Hami ilə mənim şeyim yoxdur. Hami mənim dostumdur. Hami ilə Zver özü bilər nədir, nə söhbətdir. Hami mənim dostumdur. Hami mənim bratımdır. O mənlikdir. Hami ilə Zver özü bilər. Nə danışacaq, nə söhbətdir. Mən dəstəkçim. Yəni Hami ilə necə sən kətçim ol, gecə necə yatdın? Əla, dur getdik. Səfər, də boynu gətir. Səfər, boynu gətir. Hayır, Səfərin boynuna soxulur. Boynu yox yerə soxulur. Onun kişiliyi var. Hami ilə bizim nə işimiz var ya? Mənim Hami ilə nə işim var? Hami mənim dostumdur, Hami mənim bratımdır. Hami ilə mənim münasibətim var, salam əleykum var. Hərciyi saxlayır. Bizim nə işimiz var ya Hami ilə? Qardaşınızı bilək, qardaşınızı yolun belə Hami ilə Hami hərciyi saxlayır. Mənim nə işim var? Yaxşı elə demirlər, Hami patsaka söydürür. Yaxşı onu demirlər, ha. Hami şiratı patsaka söydürür. Ölürəm ha, ölürəm. Ay Allah, Allah sizi salamet etsin, Allah sizi salamet etsin. Yazın, əslində olan başqa şey olma, Hami də. Şiratı ana mənə layladı. Gecə saat 2-də yuxum gəlmir, ölürəm. Səfər, nə bilim bala, sən o şey bu səfər pis qoydum ha, öz aramızdır. Uşaq qatili, xəstə uşağın pulunu yiyən bici. Təsəvvür edin ha, yəni mehman qədim bəyli çıxır, misafirə, oliqarx 047 ilə bir yerdə. Qayılıb deyir ki, Səfər, biz o uşağa pul ayırmışdıq, bəs o pulu yedi. 15.000. 15.000. Ayam Nərgiz profilinə. 15.000. Yedim. $16,000. Dedi ev yox, mən o pulu öz cibimdən düzəldib verəcəm. Amma sən bil ki,
16.000 dollarlıq sənin arvadından bahalı istirahət elədin. Uy, binəqədinin quruğu ikinci döngə. Yəni ondan sonra nə bilim yaşayış adamı çox sıxar da, başa düşdün necə? Yəni 5 dənə 3 dənə oğlanla üz-üzə gələndə o söhbətin axaq adamın sifətinə qoyarlar. Mehman da cındırdı. Mehman da. Mehman promo starşıdır. Sən o mehman ürəyi. Mehmana bu işdə mehman bizdiydi. Mehmana dəymə, meyvəyə dəymə. Meyvəyə dəymə. Bırak. Qardaş. Mehman. Nəfs küfladı ola səfər, oy belə səfər, sən də bu səfər çox pis qaratdılar, yetim. Ona görə, şeydir ki, mən TikTok'dan bir həftəli gedirəm, nə bilim nə. Ay belə. Allah canı sağ eləsin, hörmətlə dəstəksin olayım. Ağıllı ol yazan. Eşqin bu. Mən Mehmanı mən yaxşı tanıydım. Mehmanla mənim belə Jivoyda görüşüm var. Eşitsən, mən burada nə bilim, nəyə görəsə danışmıram. Deyirəm ki, Mehman düz eləmədi. Mehman əslində səfəri tutturub içəri bastırmalı idi. Nəyi var? Nəyi var? Səfər götdü elədi. Bax bunu deyirəm. Xəstə uşağın pulunu yedi. Bir belə qayda olsun. Xəstənin pulunu yedi. 15.000 manat xəstənin pulunu yedi. Mehman götdü ondadır ki, Mehman onu tutturub içəri bastırmadı. Bəli. Mehman yaxşı oğlandı, Mehman qardaşdır, düz oğlandı. Amma Mehman onu tuturub içəri bastırmalı idi ki, sən mənim attığım pulu, damatın yığdığın pulu sən neyləmirsən səfər? Çıxsın səfər, ki, mən Rayanı Türkiyəyə qaçırdırmamışdım. Ayam Nərgis profili var, o xəstə uşağın pulunu Ayam Nərgis profilinə Raya, qardaş, nəinki Raya, nəinki? Nə bilim, kimi deyəsən, alfasından tutmuş, nə bilim, o sənə kimi. Mən Solinin Alfanı mən çıxartmışam ortalara. Alfanı mən çıxartmışam ortaya. Alfa heç. Amma səfər aparıb ora, məsəl deyim də, Lüboy, o minimum dəstəyi olan adamlar var, ha, minimum dəstəyi. Minimum dəstəyi, Rayası, nə bilim mən, Solisi, nə bilim, o birisi, bu birisi. Hamısından belə, mən məsələn Türkiyədə olanda 2023-ün avqustun 8-də desin ki, yalandır, qəhbən balası yalan danışan, bax belə deyim. 2023-ün Kadıköydə gəlib mənim yanıma və deyib ki, 4 dənə yayımçı gəlir bura, 4 dənə yayımçı. Kim deyib onu? Səfər, yanıma gəlir. Türkiyədə gəlmişsin sən yanıma. Türkiyədə yanıma. Abi, gedək başlayaq, deyib ki, dur siktir, mən başqa adamla gəlmişəm bura. Mənim burada işim var. Mən burada göz kalitəsini deyim. Bəli. Paparoza səfər. Mən Paparoza səfər. Soxum sənin ağzı var. Sən bugünkü gün mənə WhatsAppda söz blok atırsan. Sən qeyrətsiz, pidaraz birisən. Bax bunu deyirəm sənə. Paparoza səfər. Bax bunu hamı bilsin. Burada 700 nəfər var. Hamı bilsin və paylaşsın. Sən Paparoza səfər. Sən hər zaman qız düzəltmirsən ona, buna, tuqa, muqa. Tuq kimdir? Bilirsən kimdir Tuq? Kimdir? Tuq kimdir? Kimdir? Heç kim. Səfər. Mən eşitmişdim bu yayımçılara bir dənə xəstəliyi var. Onu da Ləmandan öyrənmişdim mən. Profil açdılar özlərini, bura jeton vurub özlərinə jeton vurub. Mən biraz sən söz Tuq kimdir? Tuq və o Siyasa kimdir? Hə. O bir dənə saçlı oğlandı. Ha, heç kimdə də öz kim başıdır. Geri çəkim profili. Geri çəkim və səfərin profilidir. Geri çəkim və səfərin profilidir. Səfər bu profildə, bu platformada bu profil niyə vura bilmir? Bu profil çünki Ərəbistan səhifəsindən açılıb, vura bilmir. Və bu profil. Hansını istəyirsən vurulsun. Sən də məsələn Avropada vura bilmir. Amma səfər bu işlərin öhdəsində yaxşı deyir, gəlir. Yəni, səfərin o siestadır, səfərin o tuğudur, səfərin nə bilim mən filan kəsidir, nə bilim mən səfərin xan var idi, xan. Xan ağzından günorta qalxan sikin başı biridir. Bax deyim sənə. Xan. Xan 41-41. Xan 41-41 kimdir? Baba, burada onu izləyənlər varsa deyəcək. Uşaqlar, hansı Xan 41-41 deyil? Məzələnsən sən məndən. Xan 41-41. Məndən sonra ona dəstək olan adamdır. Xan 41-41 yaz, görəcəksən. O kimdir elə? O
Wunderland'dan sonra səfəri Türkiyədə saxlayan adam o olub. Niyə? Niyəsini də deyim. Səfəri saxlamayıb. Səfəri saxlamayıb. Yoxdur axı elə bir profil burada. Wunderland Akula 777-dən sonra Xan 41-41 ortaya çıxdı. Köhnə yəmsi düşər, köhnə yəmsi. 2022-nin sentyabr, oktyabr ayında. Onu tutdular, hə, onu tutdular. Hə, hə. Tutmayıblar, heç kimi tutmayıblar. Hə, hə. Xan tutulmayıb. Xan bugünkü gündə ortalıqdadır və rentakarınla məşğuldur. Rentakara kiminsə maşınlara rente verir. Sağ ol, belə bir adam, hə. Rentakara maşınlara rente verir. Xan mənə zəng elədi ki, qardaş, Türkiyəyə gələndə mənə xəbər elə. Dedim, yaxşı, mən gələsiyəm zaten bu yaxınlarda. Yox, Baymeqi deyil. Baymeqi o vaxtları ondan imtina eləmişdim. Dedim, mən gələndə sənə xəbər eləyəcəm. Nəsə, mən gedəndə WhatsAppda bugünkü gündə yazışmamız durur. Yazdım ki, xan, mən gəldim bura, falan yerdəyim. Mənə də səfər demişdi ki, sən mənə xəbər elə, mən gəlib səni aeroportdan götürəcəm. Dedim, tamam. Mən çatdım Sabiha Gökhan'a, zəng eləmədim buna. Oturdum taksiyə, 200-300 dollar da verdim, apardı məni nəsə yerimə. Apardı məni Kadıköy'ə, otelə. Kadıköy getdim balnisaya, ora, bura, toda, suda. Sonra səfər zəng elədi. Hardasan abisi 2023-ün avqust yox, aprel ayının 8-i. Mən olmuşam orada. Mən zəng elədi, hardasan abisi? Dedim, mən filan yerdə, Kadıköy'də. Hə, harasındadır? Bir dənə Mestopolojeni at, gəlirəm ora. Dedim, tamam. Atdım. Mestopolojeni atdım. Mən balisiyadan çıxıb evə gəldim. Yoxlanış da keçdi. Gəldim evə, otelə. Düz dəniz qırağında oteldə qaldım. Oku Bagatti, qoyacam sənə, hazırlaş. Hə, buyur qardaşım. Ay, boş siktir elə. Gəldim otelə, karoçi bir saat getmişdi, gördüm səfər gəldi. Səfər karoçi nəyə gəlib? Deməli, o ərəfələrdə mən atmıram hədiyə, xan atır buna hədiyə. Xan atır hədiyə. Xan da bu yüklüyür ona, geri çəkim eləyir, nağarını eləyir. 2 milyon, 3 milyon atır, geri çəkir. 2 milyon, 3 milyon atır. Bu gün də geri çəkim edir də səfər, düzdürmü? Hə. Karoçi gəldi, otduq, çörək yedik. O momentdə xan zəng elədi bana. Xan da mənə zəng eləmişdi ki, görüşək də abi, qardaş. Görüşək qardaş. Dedim, mənə görüşək. Mənim sikimə də diyor, xanın da ağzına soxum, səfərin də ağzına soxum. Belə deyil. Nə xuymuşum. Kan. Qarıcı, səfər kana zəng elədi, belə eləyir. İndi elə ki, mən vicdanlaqsa adam da, belə eləyir. Abisi, o deyil. İndi mənim umutluydu ki, qolumda bir 300 minlik saat ola, nə bilim altında qalenvagen ola, nə bilim nə ola. Səfər, sənin var yoxuva soxum mən, vicdanlaq. Mən sənin bir illə qazandığımı bir saata kartda ulduzan adamam. Soxum sənin var yoxuva. Bax, belə deyim. Get, siktir. Soxum sənin kanının da ağzına, soxum sənin, nə bilim mən, o birisinin də ağzına, hansını istəyirsən ağzına soxum. Vicdanlaq, mən 5 dəqiqə uduzuram, o pulu, bax. Bax. Göstərin, mənim baxaq. Gözüm. Qod düzəldim. Haradayam? Oba. Kazino. Bax. Kazino. Bax, sağ ol. Kazino Club daşı. Çox gözəl. Əla, Живой Kazino Club. Hara getdi müəllim? Müəllim Adboy getdi. Gəl Adboy getdi nəsə. Əlində də çıxdı yoxsa necə? Atdım istətirdən. Nə oldu? Bax, gördün rəy. Sənin vicdanlıq, kanıvında, nə bilim mən, sənin nəsilində qazandığını mən 5 dəqiqə burada qoyan adamam. Ağzına soxum səni. Başa düşdün? Get, bax, Rüstəm jeton satışı var. Rüstəm jeton satışı. Rüstəm jeton satışından soruş. Yox, Rüstəm qadan alaram səni. Rüstəm, yəni səninlə problemi var, mən bilmirəm. Amma Rüstəm
Mənim Mən bu ürək yox. qardaşdır. Yox, Mən yox. o xatırını çox istəyirəm. Yox, Səfər gələcək, qadınlaram. eləməyəydim. Həcə, mən başqa məsələ deyirəm. Deyirəm, yəni Rüstəmlə mən qardaşam. Rüstəm, Mən bu yəni problem sənin yox. öz problemin var, özün bilərsən, nə danışırsan, nə Amma edirsən? Rüstəm Səfərin canlısından çıxıb deməməlidir ki, mən söylürəm. Rüstəm Yox, günə qədər düz istərsə söhbət deyil. Düz söhbət deyil. Əlbəttə düz söhbət deyil. Onu mən razıyam. Onu mən razıyam. Rüstəm belə Səfərin verilişinə qalxmamalıdır. Çünki Rüstəm zəng elə Səfərə, denə ki, Səfər, hansı konfrans zəngində ona demirsən ki, Rüstəm mənim zıvanok timdir. Harda qoymuşam, orada da hürəcək. Çünki bir söhbət vaxt ki, Rüstəm Alfa-nın moderatorudur və Rüstəm Sərxan sözü ilə oturub durur. Onda Səfər qalib deyir ki, Rüstəm mənim zıvanok timdir. Yığcına Səfərə denən ki, sənin payı sözü deyən, dudam daqlanan, damcı, sən narahat olma Rüstəm, özü istərsə öz qəflət yuxusundan aylaraq mənəvi ruhu ilə dərdləşib anında pleysərinə yazacaq, narahat olma. Orada boş yer var, orada bir boş yer var. Mən Rüstəmlə, Samirlə, Rüstəm və Samir. İki nəfər də orada bilirsən. Bəli. Mənim dostumdur, qardaşımdır. Və burada olublar, bax burada. Bax bu yerdə olublar. Və mən məcbur eləmişəm, düşüblər aşağı mənlə bərabər. Yanlarında 5 min, 3 min oynamışam, nə bilim, hərəkət eləmişəm də. Məndən ötəri fərqi yoxdur. Mən TikTok məndən ötəri Poxuy Maros. Öz həyatımı yaşayan adamam. Fişiklər açılır. Yox, heç nə açılmır, ay nəzarət. Yəni Rüstəmlə Samir dostumuz, qardaşımızdır, ürəyimizdir. Rüstəmlə Samir dost, qardaşdır, ürəkdir. Yəni heç bir problem yoxdur. Oynayıram, qardaş, mən rulet oynayıram, kart oynayıram. Başqa heç oynamıram. Nəysə, buranı reklam eləmirəm. Hadi, buranı boş ver. Qadınlarım Yəni sən. pul bəs həyat interes komandasıdır səndə. Sənə pul maraqlı bir şey deyil. Maraqlı olan bir şeydir ki, burada Səfərin boynunun dalını atıb yükləməkdir. Ay, ölənlər beləmə. Mən buranı reklam eləmirəm. Yenə deyirəm. Bura, mən zaten xarici vətəndaşam, hazırda xarici vətəndaşlar bizdən ötürü Poxuy Maros. Baxın nə olur ki, mən xəbərim yoxdur, valla baxın. Məndən ötürü nə interesiniz. Qaldı ki, bura mən Gürcistan vətəndaşıyam. Həcə də Almaniya vətəndaşıdır. Bizdən ötəri, yenə deyirəm, Poxuy Maros. Sadəcə özünüz üçün yaşayın, qardaş. Bu Səfərdir, bu Alfadır, bu nə bilim mən qəhbə falan kəsdir, bu falan kəsdir. Nə deyir? Datadır, əlimdə istəsən ruletin davasını verim. Mən heç ehtiyac yoxdur, qardaş. Həcə, qalanlarım səni, öpürəm də. Allah canımı sağ eləsin. Sağ ol ki, gəldin, qoşuldun, öz fikrimi bildirdin. Çox iyi. Bax burada kişi, göt. Nə bilim mən qəhbə danışan adamlar var ha. 90%'nin ağzına verim. 90%'i mənim yanımda mənim sikim başıdır. Sən də onun kimi. Bax bunu deyirəm. Bəli, deyə söymə, amma mən söysüz danışa bilmirəm də, mən neyim? Mən deyirəm ki, sikimin başıdır. O kişi, göt danışan adamlar var ha. Hamısının ağzına soxum mən. Hamısının arvadına tumanı mən belə almışam. Sən almışsan, o alır, bu alır. Ay sağ ol. Geyinin, çıxın, genəlin. Soğum sizin ağzınıza, atın məni bloka, WhatsApp'da atın. Sikim sizin qeyrətinizi, namusunuzu, o da onun orası. Siktirin belə, yobanası. Siz olmasanız o sturaqlar sabah açılmayacaq, açılacaq. Ne Poxuy Maros belə, mənim 50 min dənə profilim var. Heç daşşağıma da döysüz. Sizin kimiləri mən sikimi almıram, sikimə də tonlamıram. İdi naxuy. Öpürəm Hacı. Sağ ol, öpürəm səni, mənə bilir. Danışarıq. Sağ ol, Allah sağ ol. İf, qaqa, o neydi ola? O neydi ola, Səfər? Yəni sən bu razqavordan sonra, salam Rentikar 211 demiş. Yəni sən bu razqavordan sonra sən yenə açacaqsan TikTok'u, oturacaqsan belə. Qardaşım, bilirsən necədir, qardaşım. Sənə necə dırmaşım. Otur burada yenə fınış danışacaqsansa, bunu mən sənə dönə deyirəm, bir insan kimi deyirəm. O masalının qəriblər kəndi çox heyif, o qəriblərdən, həqiqətən çox heyif. O qəriblərdən sənin kimi qəribə bir peysər çıxdı. Mənim sənə insani bir məsləhətim TikTok'a gəlməm. Və bu günə qədər də sənin o Azərbaycan xanımı dediyin TikTok falikləri
Cah Alfa 777 kimi ağzından kayfalandı. 61 yaşlı sevgilisi var. Alfa 777-ni saxlayanın 61 yaşı var. 61 yaşı. Alfa 777-nin də şəxsi məlumatları moderatorlar o birisi səhifəmi taq edin burada qara siyahı. Qara siyahı səhifəni taq edin bura. Girin Alfanın 25 dəqiqəlik arxiv part 1. İndi 25 dəqiqəlik arxiv part 2 gələcək. O səhifədə paylaşacağam. Canlı yayımdan çıxartmanı. Görün nə deməkdir bu bilədə? Yabana vurdu. Oy bula. Moderatorlar, kayıftasız yetimlər. Salamatçılıqdır. Sabitliyi də ürəklərin. Qara siyahı səhifəsini sabitliyin bura. Oy bula, sənin nəfsi olur lan. Ölüm də la. Buna görə mən TikTok'dan mən jeton yemirəm də. Buna görə PK-lara girmirəm də. Buna görə PK oynamıram da. Buna görə həyatımı, ömrümü yəni bax bu səfər üçün bir vaxt gələcək Sakonun dəstəkçisi çıxıb danışacaq. Sakonun dəstəkçisinin danışmağa ehtiyacı yoxdur artıq. Yəni yox, nəzarət. Səhifəyə bax, səhifəni kopyala sonra yaz. Millət belə yazı tapa bilmir. Get o səhifəni tap, səhifənin adını kopyala gətir buraya yaz. Ənsidə göstərək. İnanmıram sana Allah ki qardaş. Yəni həqiqətən budur ya. Oku. Oy belə. Gələcək nəzər gəlib yapışdıracaq.